2 gündür elə hey yazırlar, Zahar ölkədən gedir, Zahar ölkədən gedir. Zahar da ki, sonra təbii ki, gedəndə arvadın uşağını da aparacaq da. Və niyə gedir? Məsələn, mən sual yarandı məndə ki, niyə gedir? Nəyə ehtiyacı var? Burada qazandığı pulu gedib xaricdə qazana biləcək. Burada yaratdığı şokları gedib orada yarada biləcək. Yəni mən özlüyümdə bu sualı yaratdım və dedim ki, o heç yerə gedə bilməz, getməz, hara gedir? Mən bilirəm getməz. Bilirəm hara gedir. Zahar burada üzr istəyirəm ifadəmə görə bəzi nə bilim kimləri qoyub hara gedir? Deyir, cavab verib, yalan olduğuna təksir verib də, yəni yalandır, hara gedirik? Bunu kim uydurub? Biz müğənni ki deyilik, toylarımızın qabağını alsınlar. Bu cəfəng xəbərləri necə uydururlar? Başa düşə bilmirəm. 2 il əvvəl bu cür xəbər yayılmışdı. O zaman da ATV təksir etmişdi. Özünü peşəkar adlandıran insanları belə yalan məlumatları niyə qabardırlar? Bizi tanıyan, çalışdığımız kanalın ab-havasını bilənlər anlayır ki, bu xəbərlərin məqsədi nədir? Ölkəni tərk etmək fikrim yoxdur. Zahar Baxşəliyev neçə gündür bu xəbər yayılıb? 4-5 gündür gedirdi hər gün. Elə həmin gün qarşısına alardı, çıxıb deyərdiniz ki, yox, mən heç yerə getmirəm. Gözlərdiniz ki, bütün saytlar yazsın, bütün səhifələr bunu ictimailəşdirsin. Bəlkə yalan deyirəm. Gözləyirdiniz ki, Sara Səfura da bir açıqlama versin. Əzizlərim, o hara gedir? O heç yerə getməyəcək, o Azərbaycandadır. Məndən bu qədər. Sara Səfura Bahadur. Harda pul var, biz oradayıq. Harda para var, biz oradayıq.